Seve seve öleydim kaş, sen olaydın vəsiyyətin, ay gecikən məhəbbətin. Gülür, fərəhlənir toya gələnlər, vağzalı çalınır, anam ağlayır. Sevən bir ürəyə axır nəfəsdə, ən şirin dərmandır qadın ürəyi. Mən heç zaman dönmərəm fikrimdən, niyyətimdən. Lazım gəlsə gözümün qarasını verərəm, Qarabağı vermərəm. Bu ağrıya bala kardin gərək deyil. Bir ürək ki əzab çəkmir, ürək deyil, ürək deyil. Tofiq elə ömür yaşayıb, elə bir yaradıcılıq qoyub gedib gözündən sonra da. Hətta bugün də biz o təsirdən qutara bilmirik. Hər anda, hər hərəkətimizdə fikirləşirik ki, biz Tofiqin bacılarıyıq. Svet ora bax. Hara? Ora. Əriklər bizə baxır. Bizim həyətimizdə bir neçə ərik ağacı var idi. Amma həmin o ərik ağacının müstəsnalığı onda idi ki, düz evimizin qabağında idi. Qeyri-adi bir ağac idi. Ona görə atam da o ağacı sevirdi, biz də o ağacı sevirdik. Belə həyatımızın böyük, elə bir ki, əhəmiyyətli bir nöqtəsi olub ora. Həmin o ərik ağacı. Birdən həyətdə böyük bir gürültü qopdu. Həmin ağac kökündən yerə yıxıldı. Tofiq çox duyğulandı. Bundan sonra o ərik ağacı şeirini də yazdı. Hər cür ağac vardı bizim həyətdə. Bu ağac bir bağın yaraşığı idi. Tayı, bərabəri yox idi kənddə. Ağaclar elə bil ay işığı idi. Camaat gələrdi tamaşasına, ondan ətək-ətək meyvə dərərdi. Atam ən istəkli dost daşnasına yayda səbət-səbət pay göndərərdi. Kölgəsi tutmuşdu evi, eyvanı, yamyaşıl pərdə idi pəncərələrə. Barlı ağacların mahir bağbanı atamın əli ilə sancılmış yerə. Bir beşik asmışdı iri şaxından, o günlər mənim üçün qədimdən qədim. Həmin o beşikdə yatdım bir zaman, ana laylasını orada dinlədim. Duranda bəxtimə ərik çıxardı, şirin həqiqətə dönərdi xəyal. Quşlar da payıma şərik çıxardı, sapsarı əriklər olardı xal-xal. Birdən yağdı yağış, gurladı külək, əsdi nəhəng ağac bir yarpaq kimi. Belə əsməmişdi yaranışından, təbiət kökündən vurdu ağacı, külək sinəsindən, yağış başından döydü, silləliyib vurdu ağacı. Nə külək dayandı, nə yağış kəsdi. Yay kimi dartınıb gərildi yerə. O elə titrədi, o elə əsdi. Birdən
gurultuyla sərildi yerə. Mən də şərik idim o qəmə, dərdə, torpağa çökmüşdü ağac köhlənim. Beşik üzü qoyulu qalmışdı yerdə. Yıxılan körpəlik çağımdı mənim. Yıxılan körpəlik çağımdı mənim. Onda nə indiki kimi kitablar əl çatan deyildi, nə indiki qədər bu qədər kitab mağazaları yox idi və yaxud da internet resursları bizə o imkanı vermirdi ki, istədiyimiz şeiri biz an etibarı ilə tapa bilək. Məsələn, hər hansısa bir şeiri sevəndə, kiminsə kitabını oxuyub qaytarmaq üçün götürəndə bir dəftərçə hazırlamışdım. O sevdiyim şeirləri ora yazardım. Demək, günlərin bir günü kitabxanadan, Quba rayon mərkəzi kitabxanasından bir kitab götürdüm və bu Tofiq Bayramın Ay Gecikən Məhəbbətim kitabı idi. Bugün də həmin kitab mənimlədir. Həmin kitabı o qədər bəyəndim ki, mən başa düşdüm ki, buradakı şeirləri, sevdiyim şeirləri həmin dəftərə köçürsəm, bu çox uzun çəkəcək. Nəysə, dedim ki, mən bu kitabı qaytara bilmərəm. O vaxtda da belə bir qayda var idi. Əgər sən kitabxanadan aldığın kitabı qaytara bilməzdinsə, elə bil cəza olaraq, cərimə olaraq onun yerinə 10 kitab verməliydin. Nəysə, mən də gəldim, evimizdə bizim bir balaca kitabxanamız var idi. Oradan 10 kitabı götürdüm və yaxud da daha səmimi desək, oğurladım və aparıb həmin kitabxanaya verdim ki, bəs mən bu kitabı itirmişəm. Və bu mənim ilk oğurluğum oldu. Amma sonradan başa düşəndə ki, kitab oğurları oğru sayılmır, özümü bağışladım. Biz də ailədə 6 qız idik, 3 qardaş idik. Yay aylarında Tofiq bizi mütləq dənizə aparırdı. O dənizi həddindən artıq çox sevirdi və bizim hər birimizə deyirdi ki, üzməyi öyrənin. Təkcə söhbət dənizdən getmirdi, o bizi mübariz eləmək istəyirdi. Sahilinə çox dəyibdi ayağım, sularına çox dikilib nəzərim. Bugün üzür sinəsində qayığım, məni səssiz qarşılayır Xəzərim. Kim vurulmaz göy Xəzərə, deyin kim? Safdı körpə nəfəsi tək, nəfəsi. Axın necə sahilinə tələsim, mənə daha mehribandı sinəsi. Hər ürəyin öz sevinci, əzabı, hər ürəyin öz aləmi var axı. Xəzər mənə xatirələr kitabı, hər ləpəsi ömrümün ağ varağı. Bu vərəqlər açıldıqca qabarır, xatirəmi yığa-yığa qatlanır. Qayıq məni irəliyə aparır, Xəzər məni uşaqlığa qaytarır. Gəlirəm Xəzəri yara yara, zəhmətim nur verir bu. Radionun səsini artır, sözləri Tofiqin. Ürəyim, arzum diləyim, sən ürəyim, eşqim diləyim, sən əzəl mənim ürəyimdə, sən Xəzər mənim ürəyimdə, sən əzəl mənim ürəyimdə, sən Xəzər mənim ürəyimdə, Hər bir şeirinin bir hekayəsi var. Hər bir bədii mətndə bir hekayə var. O sadəcə nəyəsə baxıb, ilhamlanıb, coşub şair kimi şeir yazmır.
o hekayələrə əsaslanır. Məsəl üçün, Ay gecikən məhəbbətim, sonra Vağzalı şeiri. Bizim bacıların ən böyüyü Elmira xanım idi. Elmira xanım özü də çox gözəl ədəbiyyatçı idi, ədəbiyyatşünas idi. Bacım ailə quranda biz hamımız belə bizə elə gəlirdi ki, necə ola bilər bizim bacımız bizdən ayrılıb gedib müstəqil həyat sürəcək. O qədər bağlılıq var idi. Məsələn, anamın yaxın köməkçisi idi, bizə qayğı göstərirdi və hisslərin təsiri altında Tofiq Vağzalı Şalınır, Anam ağlayır şeirini yazdı. Duvağa bürünüb yola düşürsən. Qonşular telinə çiçək bağlayır. Ay bacım, sən haldan hala düşürsən, Vağzalı çalınır, anam ağlayır. O nələr etmədi toyunda nələr, bu həsrətin yeri nə tez bilindi. Vağzalı çalınır, son dəqiqələr, özgə bir yuvaya köçürsən indi. Gedirsən üzü ağ, məğrur, həyalı, gedirsən könlünü verdiyin yerə. Buydu anamın da fikri, xəyalı, bəs niyə kövrəlir o birdən-birə? Ortada quş kimi süzür gəlinlər, qızlar oğrun-oğrun yar soraqlayır, gülür, fərəhlənir toya gələnlər. Vağzalı çalınır, anam ağlayır. Xeyir dua verir kiçik bacılar, dərindən ah çəkir böyük qardaşım, atanı dövrəyə alır qocalar, qapıya söykənir bəzəkli maşın. Göz yaşı inci tək qonur sinənə, getmək istəyirsən, o qucaqlayır. Ay qızım, xoşbəxt ol, söyləyir sənə. Vağzalı çalınır, anam ağlayır. Ondan sonra bu şeir kısa bir müddətdə çox populyarlaşdı. Süleyman Ələsgərovun qızı Könülün toyunda Tofiq o şeiri demişdi. Süleyman Ələsgərov da çox belə təsir eləmişdi o şeir. Ondan sonra ona musiqi bəstələdi. Duvağa bürünüb yola düşürsən, qonşular telinə çiçək bağlayır. Ay qızım, sən haldan hala düşürsən, Vağzalı çalınır, anam ağlayır. Mən sizə deyim ki, bizim evimiz, bizim ocağımız tək bizə mənsub deyildi. Tofiqin məktəb yoldaşları, sonradan dostları, sonra digər uşaqların yaxınları, məktəbdə bir yerdə oxuyan, hamısı bizim evimizə öz evləri kimi gələrdilər, gedərdilər. Kimlər bizim evimizə gəlməyib? Başlayaq, nə bilim, Əlağa Vahiddən, keçək Həqiqət Rızayevaya, sonra Qurban Pirimov, hətta bax anamın köhnə o vaxtı ikən sağlığında olan bir bizdə kaset əldədir. Mən baxıram orada anam necə danışır ki, Həcər xan belə gələrdi bizə, Niyazinin yoldaşı. Ana istəyirəm körpə olum mən, könlümü ovut sən. Mənim babam Məşəd Hüseynalı olub, ədəbiyyata böyük marağı olub. Türk şairi Tofiq Fikrət yaradıcılığını xüsusilə sevib mənim babam. O vaxt çox savadlı bir ədəbiyyatşünas var idi, Arif Məmmədov. O Tofiq haqqında danışanda dedi ki, babası Tofiqin adını qoyanda bilirdi ki, zaman gələcək Tofiq Fikrət kimi bir şair olacaq. Deyim ki, Tofiq Bayram ilk şeiri 1950-ci ildə Azərbaycan Pioneri qəzetində çap olunub. Ağstafada bir müddət yaşayıblar.
böyük şairimiz Səməd Vurğun ora gəlib və Orada bir şeir deyir. Bu Tofiq də 11-12 yaşı olur da. O maraqla baxır, bu söhbətlərin hamısını dinləyir. Sonradan Səməd Vurğun o deməli ki, görüşdən sonra atam onu dəvət eləyir evimizə və Tofiqin o vaxt ilk dəfə o başını sığallayır və deyir ki, bu qoçaq bir oğlan olacaq. Tək tənhayam, yoxluğun ürəyimə çəkib dağ. İnsaf elə, gəlmişəm, məni dindir ay Səməd. deməli Tofiq Bayramın da ən çox sevdiyi şairlərdən biri və bəlkə də birincisi Səməd Vurğundur. Çünki Səməd Vurğunu özünə böyük ustad sayırdı. Onun istedadı elə bir ki, Səməd Vurğun eşqi ilə həm də yoğrulmuşdu. Günəş göydə, qartal dağda yaşayan kimi şair xalqın nəfəsində Vurğun yaşayır. ...97 nömrəli məktəb o dövrdə 7 illik idi. 7-ci sinif qutarandan sonra Bülbülədə 208 nömrəli məktəb var idi. Tofiq orada təhsilini davam elətdirdi və o məktəbdə təsadüfən Zərifə adlı bir qızla Tofiq eyni partada oturdular. Tofiqdə belə bir misra var deyir, mürəkkəbə batıranda qələmi əllərimiz bir-birinə toxunur. Bir masanın arxasında ikimiz gələn gündən otururuq yanaşı. Neçə dostdan eşitmişik burada biz. Gör necə də bir-birinə yaraşır. Ürəyimi açmasam da özünə, təkcə onu düşünürəm, anıram. Bir gözaltı baxmaq üçün üzünə, dəftərinə gizlincə boylanıram. Qəlbimizin hər sevinci, hər qəmi, dinməsək də gözümüzdən oxunur. Mürəkkəbə batıranda qələmi, əllərimiz bir-birinə toxunur. Sevgi var ki, vurulasan uzaqdan, sevdiyini ildə bir yol görəsən. Nə yamanmış, nəfəsini duyasan, ürəyini açmayasan ona sən. Mən qızlarla danışıram ürəkdən, hər biri ilə zarafat da edirəm. Titrəyirəm, görən kimi onu mən, nitqim olmur, dərin fikrə gedirəm. Çox bilmiş oğlan görüb halımı, göz də vurur, belə boyun bükərsən. Ürəyimdə deyirəm o zalıma, mən çəkəni, sən də bir vaxt çəkərsən. Bəzən dərsdən axşam çağı tək gedir. İstəyirəm evlərini ötürəm. Hansı qüvvə ürəyimi titrədir, ancaq ona sağ ol deyib ötürəm. Deməyin ki, nağıl açıb sevgidən, unutmuşam nədir bilik, imtihan. Ya geciksəm, ya dərsimi bilməsəm, hamıdan çox utanıram o qızdan. Tofiqin yəqin ki, ilk məhəbbəti ilə Zərifə oldu. Sonra o ilə də evləndi. Onlar 3 övladları oldu. Təəssüflər olsun ki, övladlarının ikisi elə gənc yaşlarında dünyalarını dəyişdilər. Amma indi bir oğlu sağdır, Cahangir. Hanı atılıb düşən, hayküy salan çağınız. Yuxusuz gözlərimə heyrətlə baxmağınız. Xəbər tutmamışam ki, ən ilhamlı anımda quzu kimi mülayim 3 balam var yanımda. Atamız şeir yazır, qapıdan boylanmayaq. Cavan şir, döy divarı, səs salmasın qonşu qız.
Cahangir, qoy yarımçıq qalsın bu nağılımız. Söndür televizoru. Dinməyək bir kəlmədə. Atamız şeir yazır. Baxmayaq multfilmə də. Görən niyə gəzişir, nə deyir yana-yana. Bəlkə yadından çıxıb, kömək elə, ayana. Ananızın da ömrü, gəncliyi belə gedir. Atanız şeir yazır. Toy nədir, gəzmək nədir? Bu dünyada hər şeyi qurban verdiniz mənə. Balalarım, mən sizə nə vermişəm, axı nə? Balalarım, ömrümü kitab tək varaqlayın. Ata kimi günahım olsa gizli saxlayın. Bu günahı həmişə yumaq asandır, asan. Təki vətən yanında, üzü qara atanın, yarımçıq sənətkarın övladı olmayasan. Tofiq Bayramı yaradıcılığında müxtəlif mövzular çox əhatəli şəkildə ifadə olunub. Əsas marağımı, diqqətimi çəkən məqamlardan biri öz övladlarına, ailəsinə aid şeirlərdə xüsusi həssaslıqla yanaşmasıdır. Və bir çox şeirlərində xüsusi sanki bir peşmanlıq hissi var. Birdən-birə ömrünü öz sənətinə, peşəsinə həsr eləmiş bir insanın ömrünün hansısa bir anında ayılır, oyanır və baxır ki, artıq övladlar böyüyüb, müəyyən bir yaşa çatıblar və onlarla ünsiyyət artıq tamamilə başqa bir tərzdədir və bunu şeirdə çox gözəl ifadə eləyir. Tofiq pedaqojun bitirmişdi. Şeir sevdalısı idi, ədəbiyyat sevdalısı idi. Böyük şair Səməd Vurğundan sonra gələcəyin ədəbi taleyini təyin edən, müəyyənləşdirən bir çox şairlər meydana gəldi. Fikrət Xoca, Əli Kərim, Məmməd Araz və s. və ilaxır. Bunların arasında da Tofiq Bayram fərdi istedadı, qabiliyyəti və hünəri ilə, yəni şairin hünəri deyilən bir ifadə var. Son dərəcə fərqlənən bir fiqurdur. Onun gözəl tərcümələri var. Aleksandr Tvardovskinin Üfüqlərdən Üfüqlərə, Rəsul Həmzətovun şeirlərini. Mən Rəsul Həmzətovun şeirlərini ruscə də oxumuşam. Amma Tofiq Bayramın tərcüməsində mənə daha çox təsir bağışlayıb. Elə bil ki, bu şeirləri Tofiq Bayramın özü yazıb. Rəsul Həmzətovdan tərcümələr. Sinəmdə həsrətlə çırpınır ürək. Gah da ürək boğur özü deyəni. Qorxuram heç zaman biz görüşməyək. Fəqət görüşmək də qorxudur məni. Bəzən yaxın gəlib əl uzadırsan. Qorxuram əlini ovcuma alım. Qorxuram yorulub dərddən, əzabdan. Əllərin boşalsın, mən əlsiz qalım. Tofiq həmişə deyirdi ki, tərcümə qan köçürmə əməliyyatıdır. Gərək eyni qrupun, əgər adamları, eyni səviyyənin adamları bir-birlərini tərcümə eləyirlərsə, onda o tərcümə uğurlu sayır. Bay o gündən ki, qruplar uyğun gəlməyə, onda şairi tərcümə etdiyi dildə öldürür. Çox tərcümə eləmək olar, amma necə tərcümə eləmək olar? Onun tərcümələri olduqca gözəl, səlis bir dildə, Azərbaycan dilindədir. Üfüqdən üfüqə Tvardovskinin böyük bir poeması var. O özü çox məşhur poemasıdır, Tvardovski. Sonra Anna Axmatovanın Rekviyemini, məşhur bir əsərdir. Pushkindən Mozart və Salieri əsərini tərcümə eləmişdi. Və onların bəzilərinin mahnıların musiqi parçalarına çevrilməsi, təkcə burada yox, Türkiyədə, digər yerlərdə ifa olunması, yəni Tofiq Bayram istedadının böyüklüyündən, genişliyindən və tərcüməçi kimi onun talantının deməli çox yəni geniş olmağından dəlalət edir. Bütün mövzularda yazılar yazıb, poemalarda yazıb. Məsələn, Bestuzhev Marlinskinin Qafqaza gəlişi ilə bağlı bir poeması var. Şeirin 8 misradan ibarət olan bir növü var, 8-liklər. Və Tofiq Bayram da 8-liklər yazıb. Məsəl üçün, Səttar Bəhlulzadə silsiləsi var, sonra Sabir var,
və s. və ilaxır. Bunun silsilələri var. Məsəl üçün, böyük bir rəssamdan, şairdən və s. Bəhs eləsə də, alt qatda o əslində vətəni tərənnüm eləyirdi. Və Səttar Bəhlulzadədən vətənin bir parçası kimi bəhs eləyirdi. Şairlər təbiətən çılğın olurlar, gözəlliyə aşiq olurlar, ağla aşiq olurlar. Tofiqin belə bir misrası var ki, eşqə, sədaqətdən yazan şairin hardasa gizli bir məhəbbəti var. Platonik məhəbbətlə sevirdi və o predmetlərə, o hədəflərə heç bir ziyan yetirmirdi. Təbiətən çox belə ədəbli, ərkanlı, hər şeyin yerin bilən, özünü gözləyən adam idi. Bir cüt qara göz görmüşəm. Zülmətdən qara. Qaralığı işıq saçır qaranlıqlara. Bir cüt qara göz görmüşəm. O gözlər nədir? Bəlkə qara dənizdən o iki qətrədir. O gözlərin alovu ilə yandı ürəyim. O gözlərə ulduz deyim, ya çıraq deyim. Səhnəmizdə bir quşu süzür bu axşam. Bu ilahi qız səsindən əfsunlanmışam. Bu səs necə doğma, necə müqəddəs. Qılıncları atəşi ilə əridər bu səs. Bir uğurlu sevgi kimi qəlbə girir o. Ürəkləri, sərhədləri birləşdirir o. Türkiyənin gözəl qızı, nəğməkar qızı. Sən yandırdın ürəyimdə sevda ulduzu. Elə bil ki, təlatümlü bir xəzərəm mən. Yollarına çiçək kimi söz düzərəm mən. Sevdaydan Türkiyədən Azərbaycana gələn ilk müğənni olub o dövrdə, opera teatrında o Aida operasını deməli ki, baş rolu oynayıb və operanı səhnəyə qoymaq uzun proses olduğuna görə bir neçə ay Bakıda qalmışdı Sevdaydan. Və Tofiq operada ədəbi hissə müdiri işləyirdi. Tofiqdə Türk qadınına bir heyranlıq baş qaldırmışdı, onu sevmişdi. Mən demirəm ki, başqa mənada ola bilər bir Türk xanımı kimi sevib, bir gözəl müğənni kimi onu sevib. Tofiq ona şeir yazdı o dövrdə. Sevdaydan da Türkiyəyə gedəndən sonra həmin şeiri Türk qəzetlərində çap elətdirdi. Bu sensasiyon bir hadisə oldu. Atıldı sormadan, hayata doymadan. Duydum bu acıyı, aşkı yaşamadan. Tapıyorum sana, sen bana bakmadan, sesimi duymadan. Ayrılma, ayrılma. Mənim yadımdadır, tələbə idim, 83-cü il idi deyəsən, teatr xadimləri ittifaqı var, bax oranın binasında. Əli Kərimin deyəsən 50 illiyi keçirilirdi, Tofiq bayram çıxış elədi. Valakardin verin mənə, valakardin falan. Bu səsi indiyə qədər yadımdadır ki, bax bu səslə insanlara necə təsir edirdi. Döş cibimdə valakardin yazdırıram, valakardin. Anam məndən hey soruşur. Axı nədir bala dərdin? Axı sənin nə yaşın var? Bükülürsən yumaq kimi. Səni görmək istəyirəm, əyilməyən bir dağ kimi. Ürəyindən ağrı qopur, sinəm olur para-para. Söylə, xəstə ürək hara?
Mən böyüdən oğul hara? Qurban olum. At bir yolluq o zəhirmar papirosu. Qurban olum. O masanın üstündəki yazı, pozu qoy yarımçıq qalsın. Mənə gərək deyil adın, sanın. Sən gərəksən mənə oğul. Ağırmasın təki canın. Ağırmasın. Balam mənim. Ağırmasın. Gəl nəbzimi yoxla ana. Oğul, nəbzin yaxşı vurur. Yuxla ana. Yuxla ana. Hər ürəyim ağrıyanda demə nədir bala dərdin. Bala kardin gətir. Ana. Bala kardin. Tofiq Bayramın Valakardin şeiri mənə çox yaxında, çox əzizdir. Çünki özüm anayam. O sözləri deyə-deyə mən yaşayırdım. O hissləri, Tofiq Bayramın anasının hisslərini mən yaşayırdım. Və təsirlənirdim. Yəni şeirin təsir eləmə qüvvəsi o qədər böyükdür ki, neçə illər keçsə də insanı kövrəldir. Şeir məclislərində, tədbirlərdə deməli həmişə son sözü şeir demək üçün Tofiq Bayrama verirdilər. Və Tofiq Bayram da o zaman ən məşhur olan şeirlərini oxuyurdu. Valakardin şeirini, Vağzalı çalınır, anam ağlayır, ay gecikən məhəbbətim. İllər boyu səni gəzdim, ay gecikən məhəbbətim. Sən yubandın, mən tələsdim, getdi gənclik tərabətim, ay gecikən məhəbbətim. Ay gecikən məhəbbətim. Necə bunsuz keçinmək olar? Onda Tofiq Bayram tam olmaz. Tofiq Bayram bax belə bir şair idi. Məhəbbətinin o gecikməyi də bunun necə onu poetikləşdirmişdi, necə onu mənalandırmışdı. Bir qadın mənə yaxınlaşdı. Gənc deyildi də, axır müəyyən yaşda idi. Mən fikirləşdim ki, ilahi, bu gözəlliyində də insan olar. Həddindən artıq gözəl qadın idi. Mənə dedi ki, xanım, məndə bir əmanət var, mən onu sizi çatdırmaq istəyirəm. Bir şeir var, onu Tofiq Bayram mənə həsr eləmişdi. Ay gecikən məhəbbətim şeiridir. Həmin o şeiri o mənə verdi. Mənə verdiyi mən oxudum, yəni o çap olunmuş, bu musiqi bəstələnmiş şeirin müəyyən hissələri orada vardı, amma bir qədər fərqli idi. Tofiqin kitabını nəşr eləyəndə mən Ay gecikən məhəbbətim şeirinin 2 variantını verdim. Birinci variant o xanım mənə verdiyi, birinci variant. Bir də ikinci variant. Bir növ cismani xarakter daşımırdı, bilirsiniz. İlahi eşqidir o. İllər boyu sən gəzdim, ay gecikən məhəbbətim. Sən yubandın, mən tələsdim, getdi gənclik təravətim. Ay gecikən məhəbbətim. Bizim hamımızın əgər bir ürəyimiz varsa, Tofiq Bayramın elə bil 2 ürəyi var idi. Şir kimi idi maşallah, rəhmətlik. Şeir oxuyanda tribunadan elə bilirdin ki, bu dəqiqə tribunadan sıçrayıb çıxacaq oxucularınız üstünə. Tofiq Bayram bəzən çox qışqırsa da son dərəcə mülayim və gözəl şairdir. Bax bu şeirdən, misradan sonra bax fikir verin, 2 misradır bu. Deyir ki, sən onu incitsən bil ki, ha qansız. Sonra yavaşca deyir ki, inləyən kamandı qadın ürəyi. Güldürsən, ömürlük saadətindir. Söndürsən, yanmağı bir də çətindir. O zərif duyğunun məhəbbətindir. Sevgisiz zindandır qadın ürəyi. Sonra başqa bir şeiri var, onun deyir ki, biz ki unutmuşduq ilk məhəbbəti. Ah, bu qəfil görüş kaş olmayaydı.
Mənim gözlərimdə eşqin həsrəti, sənin gözlərində yaş olmayaydı. Görürsünüz, nə qədər deməli incədir, nə qədər o cür qışqıran bir adamın ürəyindən nə qədər sakit, gözəl misralar gəlirdi. 57 illik ömründə onun da yazıçılıqla, şairliklə bağlı deməli dövrü çox gərgin keçib. Çünki onun özü qaynar bir dövrdə yaşayıb. Bir şeirinə rast gəldim. Şeirdə bir neçə misra var, deyir ki, insan ana bətnindən qəbir evinə qədər təmiz bürrək aparmalıdır. Yəni, o təmizliyin uğrunda daim o mübarizə aparırdı. O təmizlik bir əqidəyə çevrilmişdi və ona görə də onu cavanlar çox sevirdi. Çünki onun dediklərində çox böyük həqiqətlər var idi. Təbii ki, Tofiqə təzyiqlər həmişə çox olub. Məsələn, tutaq ki, o dövrün partiya nomenklaturası Tofiqi bəzən qəbul eləmirdi. Ondan başqa Tofiq Komünist Partiyasının heç vaxt üzvü olmadı. Həmişə öz müstəqilliyini saxladı. Təbii ki, yaltaq, məddah heç vaxt olmadı. Ağa ağ, qarıya qara deyirdi Tofiq. İclaslar, onlarda sükut, mərəkə. Məlum çıxışlardır uzun ya qısa. Bəzən sanıram ki, bütöv bir ölkə 50 ilə axışıb köçür iclasa. Mən Tofiq Bayramdan 12 yaş balacıyam və 12 yaşın fərqi nə qədərdirsə, bizim dostluğumuz da təxminən elə idi. Tofiq Bayramın ətrafında mənim kimi dostları çox idi və onlar sevirdilər Tofiq Bayram. Bilirsiniz nəyə görə? Emosionallığına görə, həqiqət dediyinə görə. Xan kəndində olanda, orada məsəl üçün hələ ermənilər yaşayan vaxtda Sovet dövrünün sonu bir yığıncaq təşkil olunub. Ermənilər Tofiq Bayramın çıxış eləməyini istəmirdilər. Vəziyyət də çox ağır idi. Çünki o patriot idi, yəni o çox vətənpərvər bir şair idi. Amma onun yəni çıxış eləməməyi mümkün deyildi. Yəni bunu da bilib onun yeməyinə yaxud ümumiyyətlə də qidasına zəhər deməli qatdılar, zəhərləndi. Amma bizimkilər onu aparıb həkimlərin köməkliyi ilə xilas edə bildilər. Xalq hərəkatı başlayanda o hərəkatın öncüllərindən biri də Tofiq olmuşdu. O, hətta o dövrdə Tofiq özünün üsyankar səsini qaldırırdı. Növbəti Tofiqin çıxışında, deməli ki, o vaxtlar hökumət evi deyirlər onun qabağındakı tribunada. Tofiq şeir deyən anda hansısa cəmaatı oturdurla idarə eləyən bir kəs Tofiqin əlindən mikrofonu almışdı, demişdi ki, bu şeir məclisi deyil. Amma həmin kəs unutmuşdu ki, məhz ora gələn insanların əksəriyyəti, tək Tofiqi demirəm, Tofiq Bayram kimi millətçi, xalqını sevən şairlərin tərbiyəsini görmüşdülər. Onun əsərlərində o vətənpərvərlik hisslərini özləri üçün əğz eləmişdilər. Vətən mənim bu günüm, sabahki toy düyünüm, haqqım var ki, öyünüm Azərbaycan deyəndə, ürəklərdə döyünüm Azərbaycan deyəndə. Təbii ki, orada Tofiq kimi ziyalılara yer olmadı, amma Tofiq oradan çox pəjmürdə şəkildə o tribunadan aşağı düşmüşdü. Sonra mən də o xalq hərəkatının o iştirakçılarının arasındaydım, aşağıdaydım. Sonra mən Tofiqə yaxınlaşdım düşəndən sonra. Mənə dedi ki, sən eşitdin? Mənə nə dedi? Dedim, yox, eşitmədim. Demədim ki, eşitdim. Ondan sonra səhhəti pisləşdi, sonra gözündə problem əmələ gəldi. Mən həmişə Allaha dua eləyirdim ki, nə xoşbəxt ki, Tofiq Qarabağın verilməyini görmədi. Doğrudan, o hadisəni o görmədi. Qeyri-adi bağlıydı da bu, yəni torpağa. Dostlara süfrə açıb öz halal nemətimdən, evimin ipəyini, xarasını verərəm. Lazım olsa yolunda keçib can sərvətimdən, çıxardıb ürəyimin parasını verərəm.
Kimlər ki şəfqət tapır ana təbiətimdən, dərman kimi dağların havasını verərəm, amma dağı vermərəm. Mən heç zaman dönmərəm fikrimdən, niyyətimdən. Lazım gəlsə gözümün qarasını verərəm, Qarabağı vermərəm. Həyatı sevirdi, amma həyatı həyat naminə sevmirdi. O həyatdan zövq almağı sevirdi. O həyatı yaşamağı sevirdi. O həyatı dərk eləməyi sevirdi. Ağlımıza da gəlmirdi ki, biz Tofiqi itirəcəyik. Düzdür, xəstəxanada yatırdı. Yanına gündə gedirdik, gəlirdik, növbə ilə qalırdıq. Həkimlər qadağan edib yazmağı. Dəyirman daşı tək hərlənir başım. Susmaq şair üçün ölümdür axı. Görəsən dərdimi kimə danışım? Sizə danışıram ey şeirlərim. Ey mənim sınanmış köhnə dostlarım. Gözümün işığı, bəhərim, barım, dünyada yeganə dövlətim, varım. Bir zaman gecəni qatdım gündüzə, dedim üzülməsin əlim fürsətdən. Ömür bahasına can verdim sizə, şirin ləzzət aldım bu əziyyətdən. Olardım dünyanın ən bəxtəbəri. Atam hər şeirimə məclis qurardı. Anam da eşidib bu şad xəbəri başıma üzərlik dolandırardı. Bilirsiniz, qeyri-adi bir Tofiqə sitayiş var idi ailəmizdə. Səhər duran kimi hamımız qaçırdıq köşkə, əgər Tofiqin şeiri çıxır. Kim birinci qəzeti alıb gətirib atama verəcək, atam bizə muştuluq verəcək. Məlhəmim sizsiniz ey şeirlərim. Siz mənə ən doğma, ən əzizsiniz. Sənət dünyasında boş qalmaz yerim. Özümdən sonraki həyat sizsiniz. Tofiq Bayram başdan ayağa özünün varlığı ilə millidir. Mənim ifa elədiyim və son zamanlarda son dərəcə populyar olan o kişilər görmüşəm qisməti payı böyük bir külfətdir, balaca otaq. Hər axşam qadını dəmləyən çay o kökün Azərbaycan ailəsinin, mehriban ailəsinin, gözəl ailəsinin, dünyaya nümunə olan Azərbaycan ailəsinin strukturudur. Tofiqin yanında qalmışdım axşam. Səhər mənə dedi ki, bacı, o hovuzun yanındakı ərik ağacı çiçək açıb. Dedim, hə Tofiq, aprel ayıydı da. Dedi, ondan bir budaq kəsib mənə gətirərsən. Mən dedim, niyə gətirmirəm? Getdim Əmircana. Həmin o ərik ağacının budağını kəsdim. Gətirdim. Tofiqə. Tofiq ərik ağacına baxdı, mənə baxdı. Nəsə, dərindən bir ah çəkdi. Onun ahında hər şey var idi. Mən həmin an başa düşdüm ki, Tofiq həyatla vidalaşacaq. Təsəvvür edirsin. Yəqin ki, ürəyindən keçdi ki, yenə yaz gələcək, yenə bu ağac pöhrələnəcək. Amma mən onu görməyəcəm. Yəqin ki, belə hisslər keçirdi. O dövrün prezidentinin imzası ilə nekrolog dərc olunmuşdu. Orada yazılmışdı ki, dəfn mərasimi Fəxri Xiyabanda olacaq, vidalaşma aktyor evində. Axşam idi, elə həmin gün. Həsən Həsənov gəldi bizə Əmircana. Baş nazir idi onda. Nazirlər Komitəsinin sədri idi. Gəldi, anama dedi ki, Zivər xanım, sabah mən özüm səhər-səhər gələcəyəm, özüm sizi aparacağam aktyor evinə, Tofiqlə vida mərasimi. Anam dedi, mənim oğlum bəyəm aktyor olur. O səhnədə onu qoyasın, mən də oturum.
ona tamaşa eləyim. Elə şey yoxdur. Tofiqin özünün də vəsiyyəti var idi. Özünün vəsiyyətinə uyğun öz kəndimizdə Səttar Bəhluzadənin yanında dəfn olunmağa yola salacağam. Özümün el adətimlə. Səttarı dünyanın ən böyük rəssamı hesab eləyirdi Tofiq. Ancaq Rafaellə deyirdi, onu müqayisə eləmək olar. Dünya rəssamlıq sənətində. Ona görə ona çox sevirdi. Vəsiyyət eləmişdi ki, məni Səttarın yanında dəfn eləyərsiniz. ...1998-ci ildə Heydər Əliyevin şəxsi göstərişi ilə Əmircanda Tofiqin adına park açılıb, abidə qoyulub və o abidənin açılışında şəxsən özü iştirak edib və orada həmin o tədbirdə Tofiq haqqında öz təəssüratlarını danışıb. Azərbaycanın ziyalılarını, bütün Azərbaycan xalqını böyük şair Tofiq Bayramın xatirəsinin əbədiləşdirməsinə həsr olunmuş abidənin açılışı münasibəti ilə ürəkdən təbrik edirəm. Tofiq poeziyaya meteor kimi gəldi, meteor kimi də getdi. Tofiq Bayram mənim üçün həm ana vətən deməkdir. Tofiq Bayram həm də mənim üçün ana dili deməkdir. Ədəbiyyatımıza öz şair nəfəsini gətirib. Ola bilər ki, məsələn, Tofiq Bayramın kimsə üz cizgilərini xatırlamasın. Amma bəzi şeirlər onu hər zaman insanların yaddaşında saxlayacaq. Tofiq Bayram bizim ədəbiyyatın vicdanı idi. Tofiq anadan mənə elə gəlir ki, elə şair kimi doğulub, şair ömrü yaşayıb, dünyasını dəyişəndən sonra da bugün şeirlər Tofiqin ömrünü yaşadır. Bəzisi düşünür, şairə nə var? Sözdür, qafiyədir, tapıb düzəldir. Alnında tər olmur, əlində qabar. Həyatı firavan, ömrü gözəldir. Hər ürək bu yola gətirməyib tap. Şairlik nə bəylik, nə sultanlıqdır. Şairlik ən böyük əziyyət, əzab. Şairlik ən böyük qəhrəmanlıqdır. Qardaş, Allah qismət elədi, səninlə növbəti görüşə gəldim. Hər dəfə bura gələndə sənin ölməz misraların qulağımda səslənir. Kaş ki, öləcəyim günü biləydim. Biləydim nə zaman son nəfəsimdir. Demirəm dünyaya bir də gələydim. Bir dəfə gəlmişəm, elə bəsimdir. Ürəklə yazmışam neçə nəğməni. Biri yadda qalan, biri itəndir. Demərəm, ey vətən bağışla məni. Torpağın altıda mənə vətəndir. Bircə onu bilirəm ki, əzizlərim, doğmalarım, nə qədər yaşamışamsa şair ömrü yaşamışam mən.